Gəlin yenə də 11-ci sinif buraxılış imtahanları ilə davam edək. Deməli, baxıram 17-ci testimizə. Baxın, 17-ci testimizdə görürsünüz to be var. To be varsa biz zərf verə bilməliyik, sifət verməliyik. Ona görə də A bəndi ələndi. Baxıram C variantında more-dan debes, yəni müqayisə ilə üstünlüyü yanaşı verib qətiyyən olmaz. A little-dan sonra müqayisə dərəcəsi better olsaydı düzgün olardı. Ona görə bu da yanlışdır. Baxıram as-in arasında adi dərəcə as good as olsaydı düz olardı. Ona görə bu da yanlışdır. Deməli, düzgün cavabımız B bəndidir. Matchdan sonra biz bilirik ki, müqayisə dərəcəsi gəlməlidir və dəndə verilibdir. Hər şey qaydasındadır. Baxıram 18-ci testimizə. He keeps repeating the same story again and again and it's so. Deyir ki, o eyni hekayəni yenidən və yenidən təkrarlayırdı və bu nə olar? Annoying, bezdirici olar da. Inspiring, ruhlandırıcı. Delightful, yəni sevindirici, qəşəng, xoşa gələn belə. Beneficial, faydalı, hopeful, ümidləndirici. Demək, düzgün cavab olacaqdır C bəndi. Baxıram 19-cu testimizdə biz bilirik ki, to be afraid of ilə işlənir, to be keen on ilə işlənir. Düzgün cavab D bəndidir. Emma is afraid of flying, uçmaqdan qorxur, but she is keen on traveling abroad. Amma o xaricə səyahət üçün çox həvəslidir, çox maraqlıdır ona. Deməli, düzgün cavabımız oldu D bəndi.